Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşam sizə özünə heyran olan Maral adlı fransız nağılını danışacağam. Bir zamanlar hündür ağacların buludlara qədər yüksəldiyi əzəmətli bir meşədə bir maral yaşayırdı. O, meşədəki marallar arasında ən cəldi idi. Elə sürətlə qaçırdı ki, nə yırtıcı heyvan, nə də ovçu iti ardından qaçıb çata bilmirdi. İnce ayaqları üstə gəzər, kolluqların təpələrin üstündən tullanar, hətta küləklə yarışırdı. Meşədəki sərin sulu çaylar belə ona əngəl ola bilməzdi. Çevik maral bir sıçrayışla qarşı sahilə keçə bilirdi. Amma maral zərif və güclü ayaqları ilə deyil, şaxələnmiş budaq kimi uzanan böyük buynuzları ilə öyünürdü. Maralın yaşadığı meşənin ortasında dumduru suların axdığı bir düzənlik vardı. Dağların buz kimi çeşmələrinin suyu burada toplanaraq kiçik bir göl əmələ gətirmişdi. Torpağın dərinliklərindən süzülüb gələn sudan yaranmış bu kiçik göl o qədər şəffaf idi ki, meşədəki bütün heyvanlar su içmək üçün ətrafında toplanardı. Maral da bu gölün qırağına tez-tez gələrdi. Əvvəlcə su içər, sonra güzgü kimi parıldayan sudakı əksini saatlarla seyr edərdi. Şaxələnmiş buynuzlarına heyran olur, hər dəfə onlara baxanda qürrələnirdi. Buynuzlarını sevərdi, amma kobud əzələləri nazik ayaqlarından nifrət edərdi. Ayaqlarım bu gözəlliyimə, bu möhtəşəm buynuzlarıma heç yaraşmır, deyə düşünürdü. Əzəmətli taca bənzəyən buynuzlarım sayəsində mən heyvanların şahı olmalıyam. Başımı yuxarı qaldıranda məndən təsirli görünüşə malik heyvan yoxdur. Amma heyvanların şahı ola bilmirəm. Çünki nazik ayaqlarım böyük görünüşümü pozur. Ayaqlarımın eybəcərliyi Tanrının mənə bəxş etdiyi bu misilsiz buynuzların gözəlliyini itirir, deyə kədərlənirdi. Yenə bir gün özünü belə seyr edərkən gölün başında bir ov iti göründü. İt cazibədar maralı görəndə qulaqlarını dik tutub hürməyə başladı. Maral iti gördü, amma heç qorxmadı. Güclü ayaqları ilə tullanıb gölü keçdi və meşənin kənarındakı kolluqlara doğru qaçmağa başladı. Amma düzünü demək lazımdır ki, it də sürətlə qaçırdı. Az qala marala çatırdı. Maral başını çevirib geriyə baxanda itin tək olmadığını, bir sürü itin onu təqib etdiyini gördü. Biraz sonra kolluqlar bitdi. Sıx ağaclarla dolu meşə başladı. Maral burada da sürətlə qaçırdı. Amma iri buynuzları budaqlara ilişir, sürətini azaldırdı. İnce budaqları qopararaq yoluna davam edən maralın işi budaqların sıxlaşması ilə çətinləşdi. Meşənin balta dəyməyən ən sıx yerində maralın buynuzları budağa ilişib qaldı. Canını qurtara bilməyən maral çarəsiz vəziyyətdə, qorxu içində, ovçu itlərinin onu tapacağını gözləyərkən düşündü. Məni hər zaman xilas edən cəld ayaqlarımı bəyənməməklə nə qədər də haqsız imişəm. Görünüşü ilə öyündüyüm buynuzlarımı tərifləyərkən nə qədər təkəbbürlü olmuşam. Heç nəyə yaramadığını düşündüyüm ayaqlarım sayəsində həyatımı xilas edərkən tac hesab etdiyim yaraşıqlı buynuzlarım axırıma çıxdı. Elə bu vaxt sanki möcüzə baş verdi və şiddətli yağış yağmağa başladı. Yağış maralın iyini, ayaq izlərini yuyub apardı. İtlər sıx ağacların arasında maralın izini itirdilər. Yağış kəsəndən sonra əzab-əziyyətlə buynuzlarını budaqların arasından çıxaran maral, çirkin hesab etdiyi güclü ayaqlarının dəyərini anladı və heç vaxt buynuzları ilə öyünmədi.
Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.